Doktor özü də sakit adamdır, heç bir şey gözləməzdim. Yəni, o biri tərəfdən, nə bu tərəfdən, heç bir şeydən belə bir şeylər gözləməzdim. Ona sol sarğı nahiyəsinin kəsilmiş, deşilmiş yarası diaqnozu təyin edilib. Elmə Şükürov. Bunlar hər ikisi də normal qaydada hər gün işinə gəlib gedən sakit adamdır. Doktordur, neçə vaxtı müddətdə ondan da qabaq tanıyırıq, çox sakit, ailənmədən adamdır. İndi aralarında yaranan bu nə olubsa, adəti üzrə araşdırma gedib, yəqin ki, son məlumatı deyəcəklər. İndi hələ bilmirik ki, nədən yaranıb, necə yaranıb. İşçi kimi çox gözəl, hamısı sakit, salamlı, kəlamlı. Doktor özü də sakit adamdır, heç bir şey gözləməzdim. Yəni, o biri tərəfdən, nə bu tərəfdən, heç bir şeydən belə bir şeylər gözləməzdim. İndi nədən yarandığı, necə yarandığı adəti üzrə araşdırma gedir. Biləsuvar Mərkəzi Xəstəxanasının təcili təxirə salınmaz şöbəsinin növbəti həkimi Məhərrəmov Ramiz 14:30 radələrində Biləsuvar Mərkəzi Xəstəxanasına 2003 təvəllüdlü kişi cinsli şəxs qospitalizasiya olunub. Ona sol sarğı nahiyəsinin kəsilmiş, deşilmiş yarası diaqnozu təyin edilib. Hal-hazırda cərrahi şöbəsində onun müalicəsi davam etdirilir. Vəziyyəti stabil olaraq qiymətləndirilir.